Bayram yaxınlaşdıqca xüsusilə yeni il ərəfəsində Hind quşu ətinə tələbat artır, amma əvvəlki illərlə müqayisədə bölgələrdə bu ətin alıcısında azalma var. Tovuzda Hind quşunun diri halda satış qiyməti çəkisinə uyğun hesablanır. Cinsindən asılı olaraq kiloqramı 18-20 manat arasında dəyişir. Satıcılar bayrama görə qiymətdə artım olduğunu etiraf etsələr də alıcı azlığından gileylənirlər. Hindişkanın qiyməti 60 manat, 50 manat, 70 manat, 40 manat. O hindişkaya baxır, ətinə baxır, köhlüyünə. Kilo yarım da gələn var, 6 kilo da gələn var. Pəriyi 20 manata verirlər kiloyunu, xoruzların 18-i. Kiloyunu. Elə alan alır, intası elə gürdüyü yayqa. Həmşəkinə baxanda gürdüyü, zəifçilik. O hindişkaya baxır, 30'a var, 40'a var, 50'a var, 80'e kadar var. Alıcılar da qiymətlərin yüksək olmasından narazıdırlar. İndiki bazar qiymətindən baxanda hindişkanın bazar qiyməti qabaqkilərə nisbətən bahadır. 50 manatdan başlayır, 80-90 manata qədərdir. Bahaçılıqdır. Hindişka neçədir? 70-80 manat. Qiymətlər bahadır mı yəni? Bahadır bəli. Nə qədər olmalı təxminən sizə? 50-45. Ümumilikdə isə bayram qabağı Hind quşlarının kiloqramında 5-10 manat qiymət artımı müşahidə olunur. Bayrama sayılı günlər qalmasına baxmayaraq qiymətlərin dəyişəcəyi də istisna edilmir. Ucarda isə satıcılar qeyd edirlər ki, tələbat orta səviyyədədir və bazarda ciddi durğunluq yoxdur. Burada isə qiymətlərin dəyişmədiyini deyənlər də oldu, cüzi artımı bildirənlər də. Hal-hazırda elə bil 11'ə dallıq, 12'ə dallıq, 15'ə satışıdır. Hindişkanın qiyməti, yəni kətdən gəlir. Kilosu, bəli, diri çəkisi var, belə, belə. Belə alırıq 12 manata, satırıq 15 manata. Bayramdan əvvəl də belə idi, bayram ərəfəsi gənə belədir. Var, pisdir, tələbat var. Hindişkalar 40'a var, 45'e var. Diri çəkisi erkək hindişkada çıxandan sonra 13-14 manatdır. Dişi hindişka 17 manatdır. Bu qiymət alıcıları da qane edir. Bayram qabağına görə gəldim görüm neçədir. Qiymətləri neçədir? Qiymətləri 15 manatdır. Sərf eləyir. Qane eləyir, bəli, qane eləyir. Bayram qabağı da gəlmişdim hündüşkalardan maraqlanım, bayrama görə hündüşka almaq istəyirəm. Qiymətlər belə də pisdir, yəni erkək bir qiymətli, dişilər bir qiymətli. Bildirilib ki, Ucar bazarında Hind quşlarının qiymətləri stabil olaraq qalır və bayram öncəsi bahalaşma gözlənilmir. Lənkəran bazarında isə Hind quşu ilə bağlı vəziyyət fərqlidir. Xoruz Hind quşunun kiloqramı 14-16 manat alıcılara təklif edilir. Buna baxmayaraq bazarda az rast gəlinir. Satıcıların sözlərinə görə bu ətə tələbat zəifdir. Eyni zamanda Hind quşunun bazara gətirilməsi baha başa gəldiyi üçün satıcılar bu məhsulu satmaqda maraqlı deyirlər. 14 manata erkək hindişka, 16 manata dişi. Nə də bazarda hindişka az rast yandı, nə tələbat yoxdur hindişka? Hindişka yoxdur, gətirən yoxdur. Baha yəni gətirmək olmada mümkün deyil. Gedirik, boş gəldir, gətirə bilmir, devam. Ona görə belə azdır sayı. Ona görə azdır. Qiymətlərin bayramdan sonra yenidən əvvəlki vəziyyətə qayıdacağı ehtimal edilir. Cümşüd Məmmədov, Asiman Səlimov, Elvin Əkbərov, Sevinç Vaqif qızı, Xəzər xəbər.